Hanımlar ve canablar, Tanrı sizi bərxudar ve bəxtiyar eyləsin. Mən Qabil Türkoğlu söz verdiğim kimi sensasiyalı bir xəbər çatdıracağam. Bəli, məxvi danışıqlar, məxvi toplantı və mənə sızdırılan xəbər. İlham Əliyev bir aya gələcək ya da gəlmə adı ilə İlham Əliyev ölkəni tərk eləyəcək. İlhamdan 2 dənədir. Bir də İlhamdan 2 dənədir. 13-cü ildə İlham Əliyevin çuçilasını, yani İlhamdan bir dənə də hazırlayıblar. Sizin o Qarabağda orada burada gördüğünüz İlham, ikinci İlhamdır. Yani hər İlham qaçacaq, saxta İlhamı təyyarədə mi, nə bilim gəmidə mi, yolda mı havaya uçuracaqlar və değerli vətəndaşlarım İlham Əliyevin yerinə Mehriban Əliyev keçəcək. Ya da artıq mən bu sirri açdımsa, artıq bu ertələnəcək ya da başka variantlara əl atacaqlar. Artıq başka cürə. İndi inqilab vasitəsindən, başka vasitələrlə nəsə ola bilər. Değerli vətəndaşlarım, değerli soydaşlarım, ola bilsin ki İlham Əliyevin hələ ki bir aya İlham Əliyevin sonun olacağından xəbər verirəm. Ola bilər ki sabah konkret İlham Əliyev 1 saat, 2 saat qabaq hansısa bir təhlükədən qoruya bilərəm. Çünki İlham Əliyevin həyatını dəyişib, yəni İlham Əliyevin məhv olub, cəhənnəmə gedib, yerinə Mehriban Əliyevanın gəlməsi yol verilməzdir. Buna heç vaxt imkan vermərəm. Və değerli vətəndaşlarım, İlham Əliyevi xəbərdar edəcəm. Sadəcə İlham Əliyev diqqətə almayacaqsa, bu demək ki, İlham Əliyev də bu söhbətin içindədir. Saxta İlham Əliyevi rasxoda verəcəklər. Yəni ya nə məhv eləyəcəklər də, edəcəklər. Həqiqi İlham Əliyev də gedib offshore zonalarda Cəmilə ilə kayıt eləyəcək. Ona görə buna yol vermək heç cürə mümkün deyil, olmaz və Qabil buna imkan verməz. Əziz vətəndaşlarım, değerli soydaşlarım, gəlin xəbərə keçək. Deməli bildiğiniz kimi ölkədə son aylarda deyil ama son aylarda kütləvi surətdə uşaq oğurluğu, son aylarda kütləvi surətdə yeniyetmələrin məhv edilməsi, yox edilməsi, orqan alveri kütləvi surətdə hal alıb, eləmi? Değerli vətəndaşlarım, her yerde polis zorakılığı, her yerde cinayetkarların polis tərəfindən gizlədilməsi. Bundan başka fantastik cərmələrlə xalqımın dizini yerə qoyublar. Değerli vətən, virus və yeməklərimizə, sularımıza viruslar qatırlar və bütün onkoloji xəstəxanalarda görürsən ki, Almanya'da olan xərçək xəstələrinin sayından çox Azərbaycandadır. Baxmayaraq ki, Almaniyanın əhalisi 10 dəfə Azərbaycan əhalisindən çoxdur. Değerli vətəndaşlarım, değerli soydaşlarım, bank kartlarına neredeyse her gün hücum ediblər. Milleti soyurlar, her gün de utanmaz elan edirlər. Bugün 50 min, 150 min, 20 min, 250 min kartlardan sutq ərzində pul oğurlanıb. Var mı dünyada belə bir şey? Var mı? Nətər olur elə? Nətər olur o təyyarədə kəmərləri bağlayın deyən qız? Onun atasının kartından pul oğurlanan kimi. Nətər olur elə 3 saat ərzində tapdılar. Ama bunların heç birini tapamırlar. Necə ola bilər bu? Değerli vətəndaşlar, uzun sözün kısası, bütün xalqın son zamanlar ac, qorxu altında saxlanılmasının bir səbəbi var. Değerli vətəndaşlar, xalqı sındırmaq, qorxu altında saxlamağın bir səbəbi var. İlham Əliyev bir aya edilməli, yerinə Mehriban Əliyeva keçməlidir. Ona görə xalqı sındırırlar. Xalqı tam çıxılmaz vəziyyətə salırlar. Hər şeyə razı olsun. Zaten İlham Əliyev dönemində bundan betər günümüz olmazdı, olmayacaqdı. Heç olmasa görək Mehriban neyniyir. Bax, xalqı ona görə belə sıxırlar. Ona görə xalqın hər evdə qorxu saçırlar. Bunun hamısı Mehribanı hakimiyyətə gətirmək üçündür. Bunun dalında, bundan ötəri Vilayət Eyvazovdan istifadə edirlər. Bunun dalında FSB durur və vilayəti də götürəcəklər. Bu saat kimdir? Xalq kimdən narazıdır? Dünya Mehriban sayır, Mehriban tanıyır. Yoxsa xalq tanıyır. Ölkənin başındakı prezidentdir İlham Əliyev. Bir də xalqa zülüm verən Vilayət Eyvazov. Vəssalam, İlham da adından qaçacaqsa, çuçilası öləcəksə, değerli Mehriban yerine keçəcəksə, ne olacak? Sıraz vilayeti keçər keçməz tullayacaqlar, ya qabaq ya ilə həmən vaxtı. Tullayacaq, ooo, ətrafın biri getdi,
Mehriban Əliyeva yerini bərkidəndən sonra anamızı 2 qat, 3 qat artıq məhvəcək Mehriban Əliyeva. Ona görə belə şey imkan vermək olmaz. Mən İlham Əliyev indi deyirəm, bir aya qədər sənin fərmanın verilib, indi deyəcəm. İlham Əliyev, ola bilər ki, sənin bir neçə saat qabaq belə səni xilas eləyərəm. Necə ki, təyyarədə yeganə mən idim, çıxdım ki, İlhamın təyyarəsi vurulmalıydı. Səhv saldılar. İlhamın təyyarəsi havada fırlandı. Mən bu sözləri deməsəydim, bəlkə geri qaydanda İlhamın təyyarəsini radarlardan yox, birbaşa İlhamın təyyarəsini vura bilərdilər. Ona görə dəyərli vətənlərim, deyirəm, İlham Əliyevin, Mehriban Əliyevanın gəlməsi bizə sərf eləmir. Sadəcə, baxın, bunun bir səbəbi var. Putinə niyə lazımdır bu? Putin deyir ki, mənim İlham artıq mənə lazım deyil. Kölgə donanması başında İlhamın komandası idi, yoxdur. Koral enerji yoxdur. 100 milyardlarla Putinə savaş pulu verən şirkətlər, böyük şirkətlər yüzlərlə gəmi sanksiyaya düşdü. Liviyanın neftini satırdılar. Gəmilərlə Afrikadan döyüşçü daşıyırdılar. Azərbaycan üzərindən. O da bax Polşada. Boeing təyyarələrinin təkərləri 5 tonluq. Hamısı tutuldu. Skandal oldu. Bütün son zamanlar verilen sanksiya hamısı İlham Əliyevi əhatə eləyib. İlhamı tutubdu. Artıq dünyanın gözünə batan, artıq dünyada, dünyanın hədəfinə gələn, dünyanın necə deyim, cinayətkar kimi tanıdığı dalı İlham Əliyev Putinə lazım deyil. Artık onun yerine Putin'e daha sadık olan adam, bir balaca da Avrupa ile Amerika ile oyun oynayabilen adam lazımdı ki bir neçə ay, bir neçə il. Putin ondan istifadə eləyə bilsin. Değerli həmətələrim, ona görə 2025-ci il zaten əvvəllər də bir neçə dəfə papıtqa eləyiblər, yəni cəhd eləyiblər, İlhamı yox eləyib yerinə. İlham avtomatik yerinə kim gələcək? Mehriban Əliyeva. Əvvəldə bir neçə dəfə cəhd eləyiblər, alındıranmayıblar. İndi 2025-ci il may ayının 17-sində, yəni 3 gün bundan qabaq, bu gün may ayının 21-idir. Təxminən 3 gün bundan qabaq Putinin sarayında, yəni Putinin yanından çıxan, Putinin otağından, yəni sarayından yanından çıxan, qısa pauza eləyən Xarici İşlər Naziri Lavrov, Təhlükəsizlik katibi Medvedev, Peskov ve Salavyov. Salavyov oradan tez gedibdi, onu deyim sizə. Və bunlar kısa pauza çərçivəsində çıxıblar çölə, ayaqüstü söhbət eləmək istəyirmişlər. Sizin sigaret çəkən də var, ola bilsin. Və bir də zəng gəlir. Lukashenko. Lukashenko deyir, Vladimir Putin'e zəng edirəm, telefonumu niyə götürmür? Bu da deyir, gözdə Vladimir Putin'in yanına çatıram. Və Vladimir Putin'e deyir ki, Lukashenko sizden danışmak istəyir. Vladimir Putin danışır ve Vladimir Putin Lavrov'dan alır trubkanı, danışır. Değerli həmvətənlərim, Lukashenko üstü örtülü deyir ki, ay yarım ərzində Azərbaycanın dəyişiklik olmalıydı. Bizim adam hakimiyyətə gəlməliydi. Üstü örtülü yəni deyir ki, Mehriban Əliyeva, İlham yox olmalıydı, məhv olmalıydı, Mehriban gəlməliydi. Ne oldu be? Bütün işler, hamısı sanksiyalar, işler hamısı direndi. Pis vəziyyətə qalırıq get-gedə. Və Putin deyir, çerez mesaj, səbirli ol deyir, darıqma, çerez mesaj. Yəni bir aya. Değerli mədələrim, değerli soydaşlarım, Putin deyib bir aya. O və danışıqdan sonra, əlbəttə gəliblər, Putin idi, belə bir Azərbaycanın dəyişiklik barədə öz aralarında elə o qrup da danışırdı. 10-15 dəqiqə sonra Mehriban Əliyeva Putinlə danışırdı. Ölkəni, yəni o deyib İlhama Mehriban, ölkəni pis günə qoyubdu, mən olsam ölkəni düzəldəcəm və sizə daha da sadiq qalacam. İlham Əliyev ölkəni batırıb. Bundan başqa Lukashenko və Mehriban Əliyeva Putinlə əl çəkmir, Putini razı salıblar. Bir aya İlham Əliyev ya da adı ilə yox olacaq, çük ilasını özü əsl İlham Əliyev qaçacaq. Mehriban Əliyeva keçəcək yerinə, plan budur deyilən vətənlərim. Mehriban Əliyeva deyib, nə olur olsun keçməliyəm yerinə. Deyilən vətənlərim, İlham Əliyev, ola bilsin ki sən bir ay ərzində mən deyəndən sonra səni öldürməzləri 2 aydan sonra öldürürlər. Amma ola bilər sənin öldürməyində bir neçə saat qabaq mən yenə xəbərdarlıq eləyə bilərəm. Bu mənim informasiya mənbələrimin sağlam olmağı və mənim intuisiyalarımdan irəli gələn şeylərdir. İlham Əliyev, sənin
Məhv olmağın, Mehriban Əliyevanın gəlməsi bizə sərf eləmir. Sən gedəcəksən İlham Əliyev, sənin yerinə mən gələcəm.